Seyid də iki cürdürlər də. Bir var Peyğəmbərdən əmələ gələn, bir var Peyğəmbərin əmlərindən əmələ gələn. Onlara da Bəni Abbasi Seyyidlər deyirlər. O Bəni Abbasi Seyyidləri Peyğəmbərdən sonra Bəni Ümeyyə ilə onların müharibəsi keçib, Bəni Ümeyyə bu Yəzidin babaları tərəfi. Bir dənə Şam qalıb Bəni Ümeyyənin əlində, qalanın Bəni Abbasilər keçidib Seyyidlər əllərinə. Onlar Seyyiddir, ancaq Peyğəmbərdən deyil. Peyğəmbərin əmisi Abbasdan əmələ gəlir. Ona deyirlər Bəni Abbasi. Onlar 510 il xəlifəlik eləyiblər. 41 nəfər onlardan xəlifə olub, batil xəlifə, zülmükar xəlifə, şehidlərdən. 12 imamın 5 imamı, 6 imamı Bəni Ümeyyə şəhid edib. O Yəzidin nəsli, onların ata-babalar. Amma 5 imamı bu seyidlər şəhid edib. Bəni Abbasi seyidləri. Bunların siftəsi Əhməd Səffak olub, xəlifə. Ondan sonra Mötəsim Billah, Mötəsim Ələllah, Mütəvəkkil, Harunlar Rəşid, Məmunlar Rəşid. 5 imamı da bunlar şəhid edib. Şəhiddirlər. Ancaq Peyğəmbər övladı deyirlər. Seyyidlər iki cürdür. Əsli, bu seyyidin haqqı var ki, Qur'anda xumsdir, onlara xums çatmaz. Onlara seyyiddir. Seyyidin əsli Peyğəmbərdən deyil. Peyğəmbərin babası Haşimdən başlanıb. Haşimin oğlu Əbdülmüttəlib, Əbdülmüttəlibin oğlanları 12 oğlu. Biri Peyğəmbərin atası, biri Əlinin atası Əbu Talib. Bunlar Peyğəmbər Seyyid. Onun da nəsli irsi qalıb qızı Fatimiyə. Qızı Fatimiyə. Onu da Əli alıb. Əli də Seyyiddir axı. Bunun Nur Əla-Nur iki Seyyidin əmələ gəlməsindən İmam Həsən, İmam Hüseyin olub. Əsl Seyyid bunlardandır. Xums da bunlara çatar. 12 imam da bu nəsildəndir.